İndi isə biz istəyirik ki, vaxt itirmədən məhz Şərqi Avropa cəbhəsində baş verən proseslərlə bağlı müzakirələrə keçirək. Polşa məsələsi öz yerində, əlbəttə ki, Ukrayna və Rusiya arasındakı danışıqlar, əsir mübadiləsi və eyni zamanda Amerika Birləşmiş Ştatları və Avropanın hazırki mövqeyi ilə bağlı danışacağıq. Bütün bunların müzakirəsini isə vaxt itirmədən studiyamızın qonağı siyasi şərhçi Mübariz Göyüşlü ilə aparacaq. Mübariz bəy, xoş gördük, xoş gəlmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Lavrovun açıqlaması bir qədər vurucuydu. İstəyirəm ondan başlayaq. Deyir ki, orada yerləşdirəcək hər bir sülhməramlı qoşun Rusiya hərbçiləri üçün bir hədəfdir və biz onları vuracağıq deyir, xəbərdarlıq deyir. Əslində hazırki məqamda Avropadan hansısa bir qoşunun yerləşdirilməsinə bağlı qəti bir qərar yoxdur. Amma biz bilirik ki, Vaşinqton görüşü sonrası bu geniş şəkildə müzakirə edilirdi. Hansı ki, Ukraynaya mütləq təhlükəsizlik zəmanəti verilməlidir, qoşun yerləşdirilməlidir. Hansı ölkələrə nə qədər qoşun göndərəcəkdir, müzakirələrin aparıldığı bir dönəm idi. Xatırlatma da etdi Lavrov. İstəyirəm bu mesajla bağlı danışaq. Avropa İttifaqının məhz sülhməramlı qoşun göndərmə istiqamətini hazırki tutumunu necə qiymətləndirirsiniz? Təşəkkür edirəm. Mən hesab edirəm ki, Avropa İttifaqının liderləri bu məsələdə hələ ki və əsasən bəyanatlar verməklə davranış göstərirlər. Düzdür, deyək ki, Ukrayna ordusunun silahlandırılması ilə bağlı məsələlərdə də verdikləri sözlərə müəyyən qədər əməl etməyə çalışırlar. Amma Avropa dövlətlərinin sülhməramlı qoşun qismindəmi, yoxsa Ukrayna ordusuna bu və ya digər formada canlı qüvvə baxımından yardım etmək davranışlarında biz hələ ki real bir çalışmaları görmürük. Sülhməramlı qüvvələr yalnız o vaxt ola bilər ki, tərəflər razılaşdırarlar bu sülh məsələsini və ondan sonra sülhməramlı qoşunların yeridilməsi mümkün ola bilər. Biz müşahidə elədiklərimiz budur ki, hələ tərəflər bu məsələlərdən çox uzaqdılar. Nə Rusiya, nə Ukrayna nəinki sülh bağlamağa yaxın görünmürlər. Heç ümumiyyətlə hər iki dövlətin liderləri stol arxasında oturub görüşmək məsələsini də qəbul etmirlər. Yəni xüsusən Rusiya tərəfi, mən onların açıqlamalarını izləyirəm. Rusiya tərəfi Ukrayna ilə görüşdə maraqlı görünmür. Mübariz bəy, dünən belə deyək, Trumpın bir açıqlaması oldu. Deyir, mən əslində istəmirəm, amma məcbur olacağam ki, Zelenski və Putinlə bir otaqda oturum, yəni onlarla müzakirələr yaparım. Əslində Trump istəmirəm desə də bundan öncə dəfələrlə cəhd etdiyini gördük, amma bir nəticə vermədi. Siz də qeyd etdiniz ki, daha çox Rusiya tərəfindən hansısa maneələr yaradılırdı ki, bu dəfəki cəhddə nə dəyişə bilər? Mən bilirsiniz, Trumpın açıqlamaları artıq yəni o qədər ziddiyyətli xarakter alır ki və tez-tez dəyişkən olur ki, yəni bunları şərh eləmək bəzən də çətinlik törədir. Trumpın özünə də yaxşı bəllidir ki, Putin Zelenski ilə stol arxasında əyləşmək istəmir. Və yəqin ki, o şərtlərlə əyləşəcək ki, Rusiya tam hakim olacaqdır vəziyyətə, diktə edəcəkdir və onun irəli sürdüyü tələblərin yerinə yetirilməsi Ukrayna tərəfindən qəbul olunacaqdır. Yəqin ki, o məqamı gözləyirlər və o məqamda stol arxasına əyləşəcəklər. Bu da Ukrayna üçün təbii ki, fəlakətli bir məsələ deməkdir. Yəni, Donbası tələb eləyir Rusiya, Krımdan əl çəkilməsini tələb eləyir və bütün bu işğal olunmuş ərazilərin Ukrayna tərəfindən tanınmasını tələb eləyir. Yəni, bu hər kəsə bəllidir ki, Ukraynanın bunu qəbul etməsi mümkünsüz bir məsələdir. Yəni, belə bir şərtlərdə, şəraitdə Trump tərəfləri necə bir araya gətirəcək, bu çox böyük bir sual altındadır. Və elə Trump hakimiyyətə gələndən bu ideya ilə çıxış edir və hər dəfə də bildirir ki, mən tərəfləri görüşdürəcəm və biz sülhə nail olacağıq. Mən xatırladım ki, Trump yaxın şərqdə, səhv etmirəmsə, səfərdə idi. Orada İstanbula Putinin gəlməsi və Zelenskinin də gəlməsi, orada görüş məsələsi bir gündəmdə idi, belə bir müzakirə olunurdu bir neçə ay bundan əvvəl. Trump hətta bildirmişdi ki, əgər onlar İstanbula gələrlərsə, o da gəlib bu görüşdə onları bir araya gətirməkdə iştirak edəcək. Yəni o zamandan indiyə qədər də bu məsələlər hələ ki müzakirə olunur və mən yenə də bir daha qeyd edeyim ki, mənə təəssüratlarım belədir ki, bu məsələlərdən daha çox Rusiya, Putin
stol arxasına əyləşməkdən imtina edirlər. Hətta mən sizə qeyd edeyim ki, Putinin orada istehzalı və yaxud da ki, belə deyək, qəbul edilməyən bir təklifi var idi ki, Moskvaya gəlsin Zelenski görüşək. Yəni bu hər kəsə bəllidir ki, Zelenski bu şərtlərdə zəmanətlərini veririk deyirlər. Yəni Moskvaya gəlməsi mümkünsüzdür, yəni Zelenskinin. Bu o deməkdir ki, bu görüşlərdən qaçmaqdır, bu müzakirədən qaçmaq, diplomatik həll yolundan qaçmaqdır. Mən bir qədər istəyirəm Polşa məsələsindən danışaq, çünki Polşanın nüvə silahına sahib olması ilə bağlı prezidenti bir açıqlaması oldu. Qeyd edir ki, NATO çərçivəsində biz buna hüququmuz var, biz buna sahib ola bilərik. Əlbəttə ki, buna bağlı işlər də gedəcək deyə gələcək. Amma bir məsələ var. Dronlar hansı ki atılmışdı, Rusiyanın dronları deyə. İlk açıqlama məhz bu yöndə idi Polşalı rəsmilər tərəfindən ki, məsuliyyət Rusiyanın üzərində. Daha sonra məhz elə Polşanın nüfuzlu nəşrlərindən biri Respospolita belə bir açıqlama verdi ki, əslində qalıqları tapılanlar məhz belə deyək, Abram raketinə aiddir. F-16 qırıcısından atılan Abram raketləri. Və ekspertlərin də təhlili bu yöndədir və hər kəs də bilir ki, bunlar NATO silahlarıdır. Çünki Rusiyada belə silah yoxdur. O köhnə Sovet dövründən istehsal olunan yöndən gedir, o sistemdən işləyir. Məhz adı çəkilən raketlər NATO silahlarıdır. Və belə çıxır ki, o zaman məhz NATO ölkəsi səhvənmi özünü vurub və yaxud da ki, bir NATO ölkəsi digərini vurub və yaxud da ki, belə bir faktın ortaya çıxması Rusiya üçün hansı istifadə etmək üçün sübut ola bilər? Yəni, əlində necə istifadə edə bilər bundan? Maraqlı qeyd bildirirsiniz. Mən qeyd edeyim ki, belə deyək də, bu hadisə baş verərkən dərhal açıqlandı ki, Rusiya tərəfinin dronlarıdır və onlar Polşaya, hətta səhv etmirəmsə Rumuniyaya da gedib çıxan dronlarla bağlı açıqlamalar verildi, bir həyəcan siqnalı çalındı. Amma indi bu atılan raketlərin NATO üzvü olan ölkələrdən hər hansı birinə məxsus olması ilə bağlı məsələ göstərir ki, bu tərəfləri təxribat ola bilər və Polşanı, Rumuniyanı və onların da qismində NATO-nu Rusiya ilə münaqişəyə sürükləmək cəhdi də ola bilər. Yəni, bu dəfə deyirsiniz, Polşadan istifadə olunur, Ukraynadan istifadə olundu, indi də bu dəfə Polşadan istifadə olunur. Ukraynada mümkün olduğu qədər istifadə olundu və olunmaqda da davam edir. Yəni, bunu açıq danışmaq lazımdır. Faktiki olaraq Ukrayna Avropanı Rusiyadan müdafiə etməkdən ötürü özünü, belə deyək də, fəda etməkdədir. Amma Avropa layiqincə Ukraynanın bu qəhrəmanlığını, bu fədakarlığını dəyərləndirmir və müdafiə etmir. O ki, qaldı Polşa ilə Rumuniyaya, onlar NATO üzvü olan ölkələr olduğuna görə onlarla bağlı vəziyyət təbii ki, fərqlidir. Onlar Ukrayna deyillər. Yəni, Polşaya Rusiyanın hücum etməsi artıq NATO-nun istəsə də, istəməsə də, başda da Amerika olaraq bir müharibəyə, bir avantüraya, bir münaqişəyə cəlb olunması ola bilər. Ki, bu da arzu olunan bir senari deyil. Hərgah mən sizə deyim ki, Polşaya qarşı belə hadisələr baş verəndə də Amerikanın və Trumpın bəyanatları bir o qədər məncə yetərli olmadı. Yəni, məsələn, Britaniya, Fransa daha kəskin bir şəkildə davranışlar göstərdilər. Britaniya və Fransa öz təyyarələrini göndərməkdə və hətta Britaniyanın təmsilçiləri açıqlama verdilər ki, biz axıra qədər Polşanı müdafiə eləyəcəyik, yəni arxasındayıq. Amma mən Trumpdan şəxsən belə bir qətiyyətli açıqlamaları görmədim. Yəni, bir o qədər də görünür ki, Rusiya ilə qarşı durmaya və münaqişəyə meyilli olmadığını növbəti dəfə Amerika göstərmiş oldu. Amma əgər Rusiya Polşaya hücum edərsə ki, mən bu ehtimalı çox az dəyərləndirirəm. Yəni, bu nə qədər ağla sığmaz bir məsələ olmalıdır ki, sən NATO üzvü olan ölkəyə və özü də Rusiyanın biz vəziyyətini artıq bilirik də, yəni bir Ukrayna ilə bu məsələni sona qədər çözə bilməyibdir. Polşaya hücum eləmək NATO ilə savaş səbəbidir və bu da Rusiya üçün çox böyük çətinliklər yaradır. Bu mənada mən hesab edirəm ki, hətta mən düşünürəm Ukraynada da indi müharibə gedir, orada xaosdur. Müəyyən qruplarmı, qüvvələrmi bu raketlərin atılmasını həyata keçirə bilərlər. Məxsusi olaraq Ukrayna ordusu olmasa da, yəni Polşanı, NATO-nu Rusiya ilə münaqişəyə cəlb etməkdən ötürü hansısa başqa qüvvələr də bu addımı ata bilərlər. Yəni, artıq özləri də etiraf edirlər ki, bu raketlərmi, bu təyyarələr Rusiya ordusuna məxsus deyil. Yəni, bu hər cür təxribatların baş verməsi mümkündür və sizə deyim ki, vəziyyət o qədər gərgindir ki,
burada növbəti bir partlayışın baş verməsi üçün bir qığılcım belə bəs eləyə bilər. Bərzir, bir 3-4 dəqiqəmiz var. Yeni bir xəbər var. Onu çatdırım, daha sonra fikrinizi almaq istəyirəm. Belə ki, Avropa İttifaqı Rusiya iqtisadiyyatının maliyyələşdirməsinə yardım etdiklərinə görə Çin və Hindistana qarşı yeni sanksiyalar paketi hazırlayır. Bu barədə Almaniya nəşri məlumat yazıb və Rusiya ilə bağlı hazırlanan yeni sanksiya paketi çərçivəsində Avropa İttifaqı Rusiya neftinin idxalında iştirak edən bir sıra Çin və Hindistan banklarını və neft emalı müəssisələrinin sanksiya siyahısına əlavə eləyəcək deyə qeyd olunub. Mübariz bəy, məhz Trumpın Avropadan istədiyi buydu. İstəyirdi ki, ümumiyyətlə neft alışını dayandırsın və Çin və eyni zamanda Hindistan sıxışdırılsın. Avropa artıq görünür ki, Trumpın istəkləri ilə hesablaşır. Hətta bir neçə gün öncə Kaja Kallas'ın belə bir açıqlaması var idi ki, biz Trumpın administrasiyasının ticari maraqları ilə hesablaşmalıyıq. Çünki biz Amerika ilə yaxın tərəfdaşıq və bunu pozmamaq üçün bu yolla da getməliyik deyirdi. Bunu etiraf edirdi. Yaxşı, Avropa razılaşır da Amerika Birləşmiş Ştatları qarşılığında nə edəcək? Amerika Birləşmiş Ştatları artıq neçə 10 illiklərdir ki, Avropanı qoruyur, Avropanı formalaşdırır və Avropada da bunu yaxşı başa düşürlər. Amerikasız Avropanın Rusiya qarşısında duruş gətirməsi mümkünsüz bir məsələdir. Və ona görə də təkcə neft alışı ilə bağlı məsələdə razılaşmadı ki, Avropa. Ticarətlə bağlı Trumpın tələbləri oldu, Avropa İttifaqı buna razılaşdı. Ukraynaya veriləcək silahları Amerika maliyyələşdirməkdən imtina etdi. Dedi ki, biz silahları veririk, amma pulunu siz ödeyin. Və artıq ilkin razılaşma da var, raketlərlə bağlı Avropanın pulunu ödədiyi raketlər Ukraynaya təhvil verilməyə hazırdır. Və növbəti neft tələbi ilə bağlı məsələ, NATO-nun hərbi büdcəsi ilə bağlı Avropa ölkələrinin də maddi dəstəyini artırması ilə bağlı tələb olmuşdu Trumpın ki, siz də ümumi daxili məhsulunuzun biraz daha çox hissəsini bu NATO-da silahların, hərbiləşdirmənin, bu texnikanın əldə olunmasına ayırmalısınız. Və bəzi Avropa ölkələri də bu maliyyələşməni artırdılar. Bu Amerikanın tələbi idi. Yəni, NATO-nun deyək ki, əvvəllər daha çox yükünü Amerika çəkirdisə, artıq Amerika bu yükü çəkmək istəmir. Haqlıdırmı? Haqlıdır. Əlbəttə, Amerika baxımından haqlıdır. Yəni, öz dövlətini bu iqtisadi maraqları baxımından haqlıdır. Amma mən düşünürəm ki, Trumpın Avropa cəbhəsini bu qədər zəiflətməsi və bu qədər Avropanı sıxışdırması da faydalı nəticələr doğurmaya da bilər. Avropanın zəifləməsi də ola bilər və Rusiyanın təhlükəsinin daha da artması məsələsi ola bilər. Amerikanın Avropa qarşısında həm də bu yazılmış və yazılmamış öhdəliyi var ki, Avropanın bu mənada qoruması lazımdır. Ona görə mən düşünürəm ki, bu məsələnin bir yekuna gəlməsi lazımdır və Amerikanın NATO-da, Avropada o müdafiə və digər xərclərlə bağlı məsələlərdə, çalışmalarda məsuliyyətini, yükünü azaltmaq doğru deyil. Aydın, çox sağ olun, təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz və önəmli dəyərləndirmələr üçün minnətdarıq. Belə ki, qeyd edək ki, məhz biz Şərq Avropa cəbhəsində baş verən proseslərlə bağlı da müzakirələr apardıq. Yeni xəbərlər gəldi, onlardan danışdıq. Ümumiyyətlə, iş vaxtının bir hissəsində, yəni 3-cü hissəmizdə bir saat ərzində ölkədə və dünyada baş verən prosesləri geniş şəkildə təhlil etdik deyə bilərik. Yeni məlumatları an-ban nəzərinizə çatdırdıq. Bugün isə istəyirik ki, bugünlük iş vaxtını burada yekunlaşdıraq. Sabah eyni saatda, eyni ünvanda görüşmək ümidi ilə sağ olun, salamat qalın.